أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد اللهم صل على محمد وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري اللهم صل على عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله Aziz müminler, sizi ve özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqva əhlindən qərar versin. Söhbətimiz həcc barəsində idi. Həcc ayətlərin kəlmələrinin təfsirindən danışdıq. Xüsusən Həcc surəsinin 27 və 28 və 29-cu ayələrini. Elə 27-ci ayəsində ancaq bir kəlməyə, bir yerə toxunmadım. Onu saxladım ikinci xütbəyə. İndi onun barəsində istəyirəm danışam. Buyurdu ki, 27-ci ayəsində Həcc surəsinin Bismillahirrahmanirrahim və əzzin fin-nasi bil-hacci ya'tuka ricalan. Allah Teala Hazreti İbrahim əleyhissalama əmr elədi ki, ya İbrahim, insanları həccə dəvət elə, onlar ayaq üstə, yəni piyada olaraq sənə tərəf hərəkət eləsinlər. Sənə tərəf gəlsinlər. Bu ayətin bu hissəsində Allah İbrahim əleyhissalama əmr edir ki, ya Peyğəmbər, insanları həccə dəvət elə. Həcc də harada baş verir? Məkkədə, Kəbədə. Sonra davamında buyurur ki, onlar sənə tərəf gəlsinlər. Bəs Kəbəyə dəvət edilən bəndə niyə sənə tərəf deyir? Sonda Peyğəmbərinə Həzrəti İbrahim əleyhissalama bu şəkildə sənin yanına gələcəklər deyə buyurur. El-isnadul məci'u ilə İbrahim yədullu alə ənə tariqul Kəbə la yənfasil an tariqi imamit təvhid. Bu ayət-i kərimənin bu kəlməsinin təfsirində Allah-u Teala buyurmaq istəyir ki, gəlişin, yəni Kəbəyə tərəf gəlişin, insanların gəlişinin Həzrəti İbrahim əleyhissalama aid edilməsi göstərir ki, Kəbəyə gedən yol tövhid imamının yolundan ayrılmaz. Yəni Kəbəyə tərəf gedən tövhid yolu, Kəbəyə dəvət edilən, nə üçün dəvət olunur? Tövhid inancını möhkəmləndirsin bir bəndə. Tövhid inancını bütün nəfsi ilahlardan, bütün zahiri, könlünün bağladığı digər ilahlardan, nəfsindən arındırsın və Kəbədə, Məkkədə, həcdə olarkən tam tövhid inancına sahib olsun. Buyurur ki, tövhid inancı eyni zamanda tövhid imamının da yolu tövhid inancının yolundan ayrı deyil, eynidir. Yəni imamın yoluyla Kəbənin yolu eynidir. Ona görə Həcc surəsinin 29-cu ayəsində yenə buyurulur. Həccin əməllərinin yerinə yetiriləndən sonra ki, bayaq izah olundu, qurbanı kəsiləndən sonra Allah Teala belə buyurur. Sümmə liyəqdu təfəthəhum və liyufu nuzurahum və liyattafvafu bil beytil atiq.
sonra qurbanı kəsəndən sonra başı qırxmaq, ehramdan çıxmaq və qusl verərək təmizlik işləri aparmaqla öz bədənlərinizin çirkinliklərini yox etsinlər, təmizləsinlər. Yəni özlərini təmizləsinlər və öz nəzirlərinə vəfa eləsinlər və həmin qədim və azad olan evin ətrafında təvaf eləsinlər deyə Allah Teala həccin digər əməllərini, digər ayinlərini zikr edir. İndi burada bir kəlmə çox mühüm kəlmədir. Təfəsə kəlməsi ümumiyyətlə nədir? Sümmə əl-yəqdu təfəsəhum. Sonra onlar öz bədənlərini təmizləsinlər. Bunun bir mənası başı qırxmaqdır, digər bir mənası dırnaqları qırxmaqdır. Yəni təqsirdir ki, həcdə də bunlar qırxırlar. Təfəs eyni zamanda dırnağın altında olan çirkə də deyilir. Yəni lüğəvi mənası da odur. Amma bu ayət-i kərimə barəsində Həzrəti İmam Baqir əleyhissalamdan soruşanda dedilər ki, Yəbnə Rasulullah, səhabələrindən biri Abdullah ibn Sənan dedi ki, Yəbnə Rasulullah, nədir Allah Teala bu ayət-i kərimədə summəl yəqdu təfəsəhum deməklə nəyi nəzərdə tutur? Sonra onlar təmizliklərini həyata keçirsinlər. Həzrəti İmam ona dedi ki, onlar başlarını qırxsınlar və dırnaqlarını təmizləsinlər. Saçı və dırnaqları təqsir eləmək mənasındadır. Biraz keçəndən sonra başqa bir səhabə, Züreyh Muharibi adlı birisi Həzrəti İmamdan bu barədə soruşdu. Yenə həmin ayədə barəsində. İmam ona başqa cür cavab verdi. Dedi ki, bu ayətin bu kəlmələrində mənası budur ki, liqaul imam, imamla görüşmək mənasıdır. Bu ayənin bu hissəsi imamla görüşməkdir. Yəni, elə ki, qurbanı kəsdin, sonra imamınla görüş. Səhabələri Abdullah ibn Sənan ki, birinci onun sualına cavab vermişdi ki, dırnağın və saçın təqsiridir. Dedi ki, Yəbnə Rasulullah, mənə bir cür cavab verdin. Amma o biri qardaşımıza başqa bir cavab verdin. Nədir bunun arasında əlaqə? Birimizə dedin ki, saçı və dırnağı təqsirdir. O birimizə isə dedin ki, imamla görüşdür bu ayənin mənası. Həzrəti İmam buyurdu ki, İnnə lil Qur'ani zahirən və batinən. Buyurdu ki, bilmirsiniz ki, Qur'anın bir zahiri mənası var, bir də batini mənası var. Yəni, insanın eyni zamanda həcdə olarkən yerinə yetirdiyi ayinlərin bir zahiri görünüşü var. Deməli, dırnağı və saçı kəsməyin bir zahiri mənası var. Təmizlik mənasıdırsa, vücudun, insanın zahirinin təmizliyidirsə, bir də onun batini mənası var ki, onun ruhunun təmizliyi. Deməli, insan təkcə saçı və dırnağı kəsməklə təmizlənməz. Bunun ki, hər kəs həftədə ən azı bir dəfə yerinə yetirir dırnağı və yaxud ayda bir dəfə saçı kəsməklə yerinə yetirir. Amma bu, heç də insanın ruhunu təmizləməz. İnsanı kamil olaraq, bütöv olaraq, həqiqi insan olaraq təmizliyinə gətirib çıxartmaz. İnsanın həqiqi təmizliyinə gətirib çıxardan, onu Peyğəmbəri ilə, onun hidayət imamı ilə görüşüdür. Ona görə Həzrəti İmam buyurdu ki, bu ayətdə digər bir məna imamla görüşdür. Necə ki, Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm belə buyurur. Qala Rasulullah, mən ətə Məkkətə həccən və ləm yazurni iləl mədinətə cəfəni. Buyurur ki, kim Məkkəyə həcc yerinə yetirmək üçün gələrsə, Məkkəyə gələr Zilqədə və ya Zilhiccə ayında ki, vacibi həcc əmrlərini, ibadətini yerinə yetirsin. Kim Məkkəyə gəlib, amma mənim Mədinədə ziyarət eləməzsə, faqat cəfəni, mənə zülm etmişdir, mənə cəfa eləmişdir. Allahın evini ziyarət edib, amma orada Mədinəyə gəlib mənə ziyarət eləməsə, mənə əziyyət eləmişdir. Onda buyurur ki, cəfautuhu yevməl qiyamə, mən də ona əziyyət verərəm. Qiyamət günündə. Həzrəti Rasulullah buyurur. Və mən ətəni zəiran, necə əziyyət verərəm, indi davamında buyurur. Və mən ətəni zəiran, vəcəbət ləhu şəfaəti,
Və mən vəcəbət ləhu şəfaati vəcəbət ləhul cənnə. Amma kim ki Məkkə ziyarətini tamamlayandan sonra, həcc ziyarətini tamamlayandan sonra məni ziyarət eləsə, mənim ona şəfaətim vacib olar. Yəni Allah Teala qiyamət günü mənim şəfaətimi ona vacib eləyər, şəfaətim ona yetişər. Və mənim də şəfaətim kimə yetişərsə, cənnət ona vacib olar. Deməli, Allah göstərməsin, həcci yerinə yetirib Peyğəmbəri ziyarət eləməmək və yaxud onun pak əhl-i beytini ziyarət eləməmək Peyğəmbərə nədir? Cəfadır. Eyni zamanda o cəfa bizim özümüzə qayıdacaq. Allah göstərməsin. O əziyyət bizim özümüzə qayıdar. Ona görə mən həccə və ləm yazurhu fəqad cəfahu və ziyaratul əimmə təcri məcra ziyaratihi. Və Peyğəmbəri ziyarət eləməmək ona cəfadır və eyni zamanda imamları da ziyarət eləmək bu babdandır və bunun kimidir. Yəni İmamla görüş, Peyğəmbərlə görüş, birinci imamımız elə Peyğəmbərimizdir. Peyğəmbər və onun övladları ilə görüşmək, onları ziyarət eləmək, onları razı salmaqdır və onların razı qalması inşallah bizlərə qiyamət günü onların şəfaətini Allah Teala bizə vacib eləyər. Allaha and veririk izzətinə, cəlalına, bizi inşallah bizə hər birimizə həcc nəsib eləsin və eyni zamanda onunla bərabər Həzrət Peyğəmbərimiz və onun pak əhl-i beytini ziyarət eləməyi, pak övladlarını ziyarət eləməyi nəsib eləsin. Allah Teala günahlarımızı bağışlasın, onların şəfaətin bizlərə nəsib eləsin, bizdən İnşallah bizi onları bizdən ayrı salmasın inşallah. O niyyətə, dualarımızın inşallah qəbulluğuna, həcdə olan hacılarımızın sağ-salamat həclərini yerinə yetirib, ibadətlərini yerinə yetirib sağ-salamat dönmələrinə, etdikləri ibadətlərin, həcclərin məbrur, yəni qəbul olunmuş həcc olmasına Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed وآل محمد. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم.